təxminən 15-20 il bundan qabaq bir yaxın adam idi, çox mömin adam idi. Oğlu əsgərlikdən gəlmişdi. Gəldi, oturdu, bir gün qaldı, nə var, nə yox, nəsə belə. Onun özünün dediyini deyir amma. Deməli, oğlun yola saldı, getdi. İndi maşına çıxıb oturmalıdır şəhərin bir tərəfində ki, getsin o hərbi hissiyə. Çıxar elə yolun qırağında bir dənə maşın gəldi, bunu vurdu. Deyir, üstündən 5 dəqiqə keçməyib, görəm, mənə zəng eləyirlər ki, bəs filan kəs sizin oğlunuzdur. Deyirəm, bəli, nə olub ki? Elə hindi yola salmışam hərbi hissiyə. Deyir, bəs bilmirsiniz nə olub, bəs gəlin balnisiyaya. Nə olubdur? Deyir, maşın vurub gətirdilər balnisiyaya, keçinibdir. Yəni, təsəvvür edin, nə qədər dəhşət bir məsələdir ki, 20 yaşında bir evlad və bu özü də mömin, çox pak insan, Quran oxuyan falan. Deyir, bir an deyir, ayaq üstə dayana bilmədim. Oturdum aşağı, gördüm, halım tamam betərdi. Dedim, ilahi, dedim, mənə səbir ver. Və o dəqiqədə elə bunu mən deyən kimi o saat deyir, xanım Zeynəb yadıma düşdü. Bəs o qardaşların, balaların, bəs o necə səbr elədi? Elə mən bunu deyir, ürəyimdən keçirən kimi dedim, Allah sənə təvəkkül. O dəqiqə Allah deyir, mənə bir səbir verdi, deyir. Özüm deyir, təəccüb elədim. Bu şeylərlə insanlar da özləri həyatda üzləşə bilirlər. Görsən ki, ağır bir hadisə baş verir, amma Allaha sığınanda Allah sana bir aramlıq gətirir. Odur ki, Allah həmişə çətinlikdə çağırsan qəlbən ki, Allah, mən sənə təvəkkül elədim. Özün bilərsən, nə edirsən. Bu anda görsən ki, sənin qəlbə bir dənə aramlıq gələr. Çünki təvəkkül həm insanı məğlub edilməz eləyər. Görsən ki, bir zalimin qarşısındasan. Heç tükün tərpənməsin. Allaha təvəkkül elə. Bilginən ki, bütün işlərin başında o dayanır. O istəsə sənə hər şey eləyəcəklər, istəməsələr heç nə eləməyəcəkdir. Çətinlikdə də quyuya düşdün, Allaha təvəkkül. Lazım olanda oradan Yusuf Aleyhisselam kimi karvan keçirəcək. Hansı ki, o karvan oradan keçən deyildi ki, bilirsiniz də su duzlu idi. Heç kəs oradan gəlib içmir. Amma Allah lazım olanda karvanı oradan salar. Odur ki, təvəkkül eləmək möminlərin bir xüsusiyyətidir və ən mühüm də xüsusiyyətdir. Yəni, Allaha arxain olmaq. Amma bir dənə əlavəsini deyim ki, təvəkkül o deyil ki, əlimi mən əlimin üstünə qoyum, heç bir çətinliyimi eləməyim. Bu da deyil. Təvəkkül odur ki, gedəsən, işi də görəsən, çörəyi də qazanasan, çətinliklə də mübarizə aparasan, hər bir şeyə Allahın istədiyi kimi, amma bir tərəfdən də yadından çıxartma ki, bütün işlərin onun əlindədir.